Növbəti sualımız angiografiya ürək müayinəsi üçün nə zaman aparılır? Gəlin bir ümumi ifadə edeyim. Angiografiya nədir? Ürək daxili yoxlama. Yəni biz əvvəlcə xəstəni fiziki müayinə edirik, ekokardioqrafiya edirik, əvvəl bir sual veririz, efor testi edirik. Yəni non-invaziv müdaxilə edirik. İndi transözofageal ekokardioqrafiya və s. təzyiqləri ölçürük. O bilgilər bizə yetərsiz qalar isə xəstənin açıq ürək əməliyyatı aparılması üçün cərrahi tələb olarsa, artıq ürək daxili yoxlama, kateterlərə girib, xüsusi bölgələrə, xüsusi gərəkli informasiyanı əldə edib, cərrahi onu təqdim edirik ki, cərrah yoldaşımız artıq aparacaq açıq ürək əməliyyatda o fikir sahibi olsun. Ancaq angiografiya otağında biz eyni zamanda qapalı ürək əməliyyatları aparırıq. O ayrı bir mövzudur, ayrı bir temadır. Ona qısacası məlumat vermək istəyirəm ki, anadan gəlmə ürək qusurunun artıq 40%, 30-40% invaziv yolla, yəni angiografiya otağında ürək qusurunun tamamilə aradan qaldırılmış olur. Bu tür video izləmək istəyir dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun, şərh bölümünə məntiqli suallarınızı yazın. Biz də gərəkən olduğu zaman sualları cavablandıraq.